Bismillahirrahmanirrahim. Sual olunur ki, borc aldıqdan sonra borcu qaytaran zaman inflyasiyaya görə pul öz dəyərini itirir. Bu surətdə burada o artıq ödənməlidir ya həmin miqdar ödənilsə kifayətdir? Cavab bundan ibarətdir ki, burada müştəhidlər arasında müəyyən fikir ayrılığı vardır. Ayətullah Sistani, Ayətullah Məkarim Şirazi cənablarının nəzərinə əsasən burada inflyasiya nəzərə alınmır və alınan miqdar qaytarılsa kifayətdir. Əlbəttə, Ayətullah Sistani ağanın bir qeydi vardır ki, o da budur ki, əgər inflyasiya həddən artıq çox olarsa, məsələn 100 manat alıb, bu 100 manatın dəyəri 20 manata düşübsə, bu surətdə o zərər qarşı tərəfdən razılaşma yolu ilə həll olunmalıdır. Amma Ayətullah Xamneyi cənablarının nəzərinə əsasən isə, hər bir halda əgər öncədən şərt olunmayıbsa ki, inflyasiya nəzərə alınmasın, gərək inflyasiya nəzərə alsınlar.